Qabil nədir? Ona söz göndərir. Mənim aklımda yalandan da sənə pul göndərənlərə təşəkkür etməkdən cəmi 3-4 min yığılıb, maşın da verilməyib, boş söhbətdir. Nə deməkdir bu? Yəni kiminsə sənə borcu var, kişi. Kimin sənə borcu var? Sən cinayət bildiyin hər kəs orada həyatını təhlükəyə hansı məsuliyyəti daşıyırsa, biz şeydə yaşamırıq, cəngəllikdə. Kimin ağlına nə gəldi onu eləsin. Bizim millətdə var, durduğu yerə kimsə qəhrəman etmək. Bax, mən onu başa düşə bilmirəm. Qəhrəman ediləcək adam o deyil də. O qadın, o maşında sürücü, o taksidəki qadın, onun ailəsi nələr yaşadı? Ölə bilərdi, o doğmanız qəzaya düşüb və o maşının içindədir. O ailə, onun əzizləri nələr yaşadı o qadının? O sərnişin qadın. Qadın açıqlama Kim verdi, daşıyacaq bunun məsuliyyətini? Qəribə hərəkətlər eləyirdi. Əminliklə bilirəm ki, hər hansı bir həyat itkisi olsaydı bu münasibət bəslənməyəcəkdi. Həmin bəy aşağı düşüb avtomobildə bir şəkil çəkilib, həmin şəkilə əsasən hamı deyir ki, pul yox. Bəzi blogerlər çıxıb ortaya, həmin şəxsin yanına gəlmişik, ona dəstək oluruq, biz onun yanındayıq. Sabah başqa biri də gedib bu narkotikdən istifadə etmir. Başqa biri narkotikdən istifadə edəcək, o da yazlıq birinə girib bir dənə şəkil çəkdirəcək, o da yerləşdirəcək, ona da pul yığın. Alın, avtomobil alın, gücünüz çatır, ev alın, amma kimə edirsiniz və nəyə edirsiniz ki, özünüz də bilmirsiniz. Çöldə kimsə sizdən pul istəyəndə 1 manat verə bilməyən insanlar həmin insan 50 var, bizim qardaşdır, qardaşı kömək eləməlisən. Yazıq öz çörək puluna çıxıb. Bəs o oturan xanım da kiminsə ailəsinin üzvü idi. O xanıma bir şey olsaydı və yaxud da prospektdə sıxlıq olsaydı, hansı avtomobilə vursaydı, onun içərisində uşaq olsaydı, uşaq dünyasını dəyişsəydi, niyə hər şeyə bu aspektdən düz baxırıq, niyə bu tərəflərə baxmaq istəmirik?